İran haqqında hər kəs öz fikrini bildirir. Bu da normaldır, təbiidir və biz Azərbaycan olaraq da cənubda yerləşən qonşumuzdur. Tariximizdə kifayət qədər eyni olub, eyni dönəmlərimiz olub bizim. Vahid dövlətlərdə, imperiyalarda olmuşuq. Bəziləri artıq İranı parçalayır, bəziləri deyir, yox, belə olsa yaxşıdır, mümkündür. Bəziləri deyir, əhali ilə yarısa Xamneyini dəstəkləyir, bəziləri deyir, yox, Pəhləviləri çoxsa dəstəkləyir. Bizən bu, bəziləri deyir, türklər orada ayrılmaq istəyir, bəziləri deyir, yox, türklər ilə orada qalmaq istəyir. Biz bunlar hamısı hələlik hər bir fikir olaraq qalır və ciddi faktlara və reallıqlara əsaslanmır. Çünki biz nə bu tərəfə darta bilmərik, nə o tərəfə. İran çox mürəkkəb dövlət. Adi elə götürək öz tariximiz. 1990-cı ildə Azərbaycanda yanvar qırğını oldu. Hamı başladı partbiletini yandırmağa. Hamı da bu ilə dedi, bitirdik biz SSR ilə, Rusla. Amma 1991-ci ildə mart ayında biz referendum keçirdik. SSR-də qalmaq tərkibində və referendum 90% SSR-də qalmağa səs verdi. Düzdür, o referendum təbii ki, saxtakarlıqla keçirilmişdi. Amma ən azı o saxtakarlığa xalq göz yumdu. Bir il bundan əvvəl Rus tanklarından ateşə tutulan xalq bir ildən sonra Moskvaya xidmət edən Bakıda marionet hakimiyyətini keçirdiyi o referendumu heç bir müqavimət göstərmədi. Yəni görürsünüzmü? Bir il ərzində nə qədər bir fərqli yol. Burada Rus tanklarına qarşı çıxır. Rusun özünə qarşı çıxır. Bir ildən sonra isə Rusun marionet hakimiyyətinə qarşı heç bir müqavimət göstərmir və o marionet hakimiyyət rahat şəkildə referendum keçirib 90% güya Ruslar tərəfindən, elə bir il bundan əvvəl Ruslar tərəfindən qırılan Azərbaycanlıların güya Ruslarla bir yerdə olmağa səs verdiyini elan edir. Yəni, indi biz onda nə nəticə çıxarda bilərik? Azərbaycanlılar SSR-in tərkibində qalmaq istəyir, yoxsa yox? Reallıqda qalmaq istəmir. Amma görürsünüz, bir ildən sonra necə müqavimət sıfıra indirilmişdi xalqın müqaviməti. Eynən də QKÇB olayı qalib gəlsəydi, yəqin ki, biz SSR-dən çıxmayasıydıq. QKÇB olayında SSR-in dağılmasına formal olaraq, kağızda olaraq Ruslar son qoydu ilk o. Ruslar, Ukraynalılar, Belaruslar, yəni Slavyanlar, 3 Slavyan Respublikası. O SSR-nə həmən o quran 3 Slavyan Respublikası. O 3 Slavyan Respublikası bu həmən o məşhur 1991-ci ildə o imzaya Belaveska Putçe deyirlər. O Belavesk adlanan yerdə o SSR-in dağılmasına rəsmən qərar verməsələr, bəlkə də SSR qalmışdı. Heç SSR-in daxilində olan Müsəlman Türk Respublikaları işte SSR-dən çıxmaq həvəsini o qədər göstərmirlər. İndi o deməli ki, biz istəyirdik Rusun tərkibində qalmaq. Yox, istəsəydik 90-cı ildə meydanlara çıxmazdı. Amma görürsünüz, vəziyyət belə dəyişir. Eynən də İranda. İndi İranda Azərbaycan qışqırırlar. Bəziləri ki, bu Azərbaycan region adıdır. Onlar heç də müstəqillik demirlər. Öz regionun adını. Yəni, haykırırlar. Amma İranlıdırlar. İran tərkibində qalmaq istəyirlər. Bəziləri yox, onlar elə deyir, onlar müstəqillik istəyirlər. Mən əminəm ki, o Azərbaycan qışqırılan, haykıranların içində müstəqil olmaq istəyənlər də var. Azərbaycanla birləşmək istəyənlər də var. İranın tərkibində qalmaq istəyənlər də əlbəttə ki, var. Özünü İranlı hesab edənlər də var. Bu biraz siyasi hadisələr necə cərəyan edəcək, ona da doğru gedəcəyik biz. Əgər İran da dağılmağa doğru getdi, o istər-istəməz o Cənubi Azərbaycan deyilən region qopacaq. Biz istəsəydi, bunu istəməsəydi. Yox, İran mərkəzləşdirmə İranda davam etsə, fərq etməz. İstər bu indiki klerikal rejimin rəhbərliyi altında və yaxud sabah sekulyar bir rejimin rəhbərliyi altında fərq etməz. İstər respublika olsun, istər monarxiya olsun. Bu qalacaq. O cümlədən Cənubi Azərbaycanda qalacaq. Yəni, bunu tam dəqiq bir söz demək olmur. Çünki siyasi proseslər necə cərəyan edir, artıq o cürdə hadisələr cərəyan edəcək. Necə ki, SSR dağılanda keçmiş kommunistlər, partokratlar demokrat olmadı və təzədən müstəqil Azərbaycanda hakimiyyətə gəldilər. Eynən də bu İranda da elə bir prosesdir ki, bilirsiniz, böyük proses, bilirsiniz, hər kəs qalibin yanında olmaq istəyir. Əgər qalib sonda İranın güclü mərkəzləşdirilmiş dövlət siyasəti olacaq, eynən də türklər də onu dəstəkləyəcək. Yox, əksinə, mərkəzdən qaçma istəkləri çoxalsa,
Eyni də türklər də istəsələr, istəməsələr də onlar da həmin o prosesə uyğun olaraq hərəkət edəcəklər. Ona görə çox da mübahisə eləməyək. Baxaq görək proseslər hansı yöndə İranda gedir və hər bir biz gedişata hazır olmalıyıq və bu yöndə də artıq işlər də görməliyik. Yəni Güney Azərbaycanda yaşayan türkləri, ümumiyyətlə İranda yaşayan türklər, Tehranın özündə 6 milyon deyilənə qədər türk var. Ümumiyyətlə bütün türk kimi fərq etməz. Azərbaycanda, Güney Azərbaycan olsun, Qaşqaylar olsun, Şahsevənlər olsun, Türkmənlər olsun, bütün İranda yaşayan böyük bir türk toplumunu biz sahib çıxmağa bacarıq. Biz deyəndə başda türk olmalı, Azərbaycan olmalı. Çünki biz görürük, balaca bir Kürd toplumu artıq daha təşkilatlanmış bir vəziyyətdə. Heç bir dövlət olmayan Kürdlər İranda daha bir təşkilatlanmış vəziyyətdə təşkilatları var. Amma və farslar onlara daha çox hörmətlə və onlardan daha çox çəkinir. Nəinki biz türklərdən, İranda yaşayan türklərdən. Deyə bilərsiniz ki, onsuz da İran başında türklər durur. İran başında türklər dura bilər, amma bunlar fars qafalı türklərdir. Bunlar farsça daşınan, danışan, farsça düşünən türklərdirlər. Yəni qan qrupu türk ola bilər. Amma qanı türk ola bilər. Amma əqidəsi farsdırsa biz ona artıq türk kimi baxa bilmərik. Nə olsun? Əli Heydər Qarayev də türk idi də, Musa Bəyev də türk idi də, Nəriman Nərimanov da türk idi də, Ayna Sultanova da türk idi də. Həmən amma türklər 1918-də Cümhuriyyətin süqutunda işğalçılara dəstək vermədilərmi? Yəni biz biraz bu məsələlərdə daha geniş və hisslərə yox, ağlımıza uyğun olaraq fikirləşməyi bacarmalıyıq və hər bir gedişata soydaşlarımızı tək buraxmamalıyıq. Fərq etməz. İstər mərkəzləşdirilmiş güclü İran dövlətində soydaşlarımızı tək buraxmamalıyıq. İstərsə də mərkəzdən qaçma meylləri olsa, orada da eynən soydaşlarımızı İranda tək buraxmamalıyıq. Və bu yöndə də işlər görməliyik. Türkiyədə, Azərbaycanda, digər türk dövlətləri də.